Esselamu Aleyküm Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, məqsəd budur ki, video çekmişəm daha doğrusu cücələrim zəhərlənib. Zəhərlənmənin səbəbi inşallah yemdə olur və başqa da olur. Amma mən əsas özü düzəltdiyim yemdə görürəm. İki variant var. Ya yem aldığım yem köhnədir və yaxud hansı birində qatdığım o yemlərinə qatılan buğda və qarğada kiflidir. İnşallah əlamətləri zəhərləməyə hansılardır? Dəyərli izləyicilər, qanadları sallaq olur gördüyünüz kimi, küncə yığılırlar gördüyünüz kimi, halsızlıq, iştahsızlıq, gözləri yarımçılıq açıq olur. Sonra dəyərli izləyicilər aşırlar. İnşallah belə bir şey Allah qorusun təsərrüfatınızda müşahidə etsəniz nədən başlayır? Birinci, yemi mütləq şəkildə dəyişirsiniz, təmiz su qoyursunuz. İstəsəniz, yəni ki, ev şəraitində kömək odur ki, suya biraz şəkər tozu, biraz duz qatıb verirsiniz və yaxud aptekdə satılan kömürdən yarım qaşıq əzib 1 litr suya əlavə edib verirsiniz. İnşallah əgər görsəniz ki, ölüm çoxdur, mütləq baytara gedib fikir verin. Orada biri artıq ölüb, cücənin qarşısında durub, orada diqqətlə baxsan görəcəksiniz. Yəni İnşallah özümə borc bildim dəyərli izləyicilər. Çünki mən bugün bunları çəkib sizinlə paylaşmasam çox adam bilməyəcək. Yəni ki, fikir verin necə qəndə sallanıb. İnşallah özümə borc bildim. Bax, belə dəyərli izləyicilər. Allah həmd olsun, Allaha təvəkkül. Görək neçə cücəmiz inşallah qalacaq. Bax, belə dəyərli izləyicilər. Abunə olmayanlar zəhmət olmasa abunə olun. Mənə dəstək olun. İnşallah like qoyun. Allah'a emanet olun dəyərli izləyicilər. Esselamu Aleyküm Rahmetullah Barakatuhu.